Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Nəfəs konsert proqramı ilə çıxış edib. Restoranların birində baş tutan konsertdə Nəfəsə onun yaxın dostu Vəfa Şərifova 1000 manatlıq gül hədiyyə yollayıb. Həmin anlar isə sosial şəbəkədə paylaşılıb. Biz də sizlərə təqdim edirik. Siz də videomuzu bəyənin. O dediyim möhtəşəm qardaşlar qayıdacam. Günümüz kimlərdir? Vəfa Şərifova, benim gözəlim, rəfiqəm, çox təşəkkür edirəm. Diqqətinə görə nə gözəl günlərdir bunlar. Allah beyler, qarşınızda Nəfəs! Təşəkkür edirəm. Çox təşəkkür edirəm, gözəl günlər üçün, hər birinizin sevgisi, hörməti üçün. Maşallah. Təşəkkür edirəm Vəfa Şərifova, öpürəm səni. Birazdan görüşəcəyik əziz qonaqlar. Getməyin, darıxmayın. Çünki mən bilirəm ki, dönüşdə hər birimiz əks edəcək. Teşekkür ederim.